əsrin fəlakətindən 3 il keçir. Faciənin 3-cü il dönümü ilə bağlı bütün Türkiyədə anım tədbirləri keçirildi. Eyni zamanda 3-cü il dönümü ilə bağlı tədbirlər anım xarakteri daşımaqla yanaşı bir növ fəsadların aradan qaldırılması ilə bağlı da hesabat xarakteri daşınır. Sevindirici haldır ki, zəlzələdən sonra həyata keçirilən layihələr arasında Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilən Azərbaycan Məhəlləsi layihəsi zamanında yüksək keyfiyyətlə ilk təhvil verilən layihələrdən biridir. Layihənin Azərbaycan hökumətinin layihədəki icraçı qurumu Mənzil İnşaatı Dövlət Agentliyi idi. Layihə ilə bağlı işlər davam edir. Mədəniyyət Mərkəzinin tikintisi ilə bağlı işlər davam edir və hal-hazırda efirimizin qonağı Milanın aparat rəhbəri Fərman Qurbanlıdır. Biz son vəziyyətlə bağlı məlumatları almağa çalışacağıq. Buyurun. Bəli, sizin də qeyd etdiyiniz kimi hal-hazırda olduğumuz məkan böyük ərazi. Bura Azərbaycan Məhəlləsi adlanır. Ümumilikdə 28 hektara yaxın ərazini əhatə edir. Və bu yaşayış məhəlləsində 68 yaşayış binasının artıq inşası tamamlanmışdır ki, bu binalarda 1194 mənzil yerləşir. Mənzillərlə yanaşı 1595 qeyri-yaşayış obyekti yerləşir ki, bu qeyri-yaşayış obyektləri bu məhəllədə yaşayacaq insanların iş yerlə təmin olunmasına xidmət göstərəcəkdir. Bildiyiniz kimi 2023-cü il sentyabr ayının 25-də Türkiyə və Azərbaycan Respublikası hökumətləri arasında Kahramanmaraş vilayətində yaşayış binalarının, mədəniyyət mərkəzinin və ibtidai məktəb və uşaq bağçasının tikintisi ilə əlaqədar hökumətlərarası saziş imzalanmışdır. Bu saziş çərçivəsində Azərbaycan icraçı qurumu olan Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən 4 kvartalda yerləşən 26 yaşayış binasının, ibtidai məktəb və uşaq bağçasının və mədəniyyət mərkəzinin tikintisi nəzərdə tutulmuşdur. Agentlik tərəfindən artıq ibtidai məktəb və uşaq bağçasının tikintisi başa çatdırılıb və bildiyiniz kimi 2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının açılış mərasimi baş tutdu və orada tədris prosesinə start verilmişdi. Və Azərbaycan Məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarında yerləşən 26 yaşayış binasında tikintisi artıq tamamlanmışdır və böyük hissəsi artıq öz sahiblərinə təhvil verilmişdi. Ötən il iyun ayının 19-da Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bu açılış mərasimi keçirildi. Bəzi mənzil sahiblərinə açarlar verildi. Eyni zamanda yeni inşa olmuş binalardakı mənzillərlə baxış keçirildi və Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasında yaradılmış şəraitlə tanış oldular. İnşa edilmiş bu 4 kvartalda ümumilikdə 356 mənzil və 456 mənzil və 328 qeyri-yaşayış obyekti yerləşir. Bütün inşa olunmuş bu 4 kvartalda zirzəmi mərtəbələrində avtomobil dayanacaqları təşkil olunmuşdur. Bununla yanaşı hər hansı bir təbii fəlakət zamanı insanların sığına biləcəyi sığınacaqlar da inşa edilmişdir binaların zirzəmi mərtəbələrində. Və sizin də qeyd etdiyiniz kimi, həmin hökumətlərarası saziş çərçivəsində inşaatı hal-hazırda davam edən mədəniyyət mərkəzi də mövcuddur. Heydər Əliyev Mədəniyyət Mərkəzinin tikinti işlərinin bir il ərzində tamamlanması nəzərdə tutulmuşdur.